Salam dostlar, bu günlərim sizinlə bərabər günlük vlog çəkirəm və yeriyirəm buradan və çörək yeyirəm. Səhər yeməyindən başlamaq istədim, amma sıxıcı gəldi mənə. Və günün yarısına sonra gəldi ağlıma. Bu ağaca baxın, sonra buna baxın və buna baxın. Tək sözlə ən ağrığı budur məncə. Biraz gəzirəm və sizinlə bir sözlə danışmaq istəyirəm ki, dostlar, yəni dırnaqlarım necə olub? İndi kameradan qəşəng zərif görsənir, amma həqiqətən, yəni üzlə görürsə heç o qədər qəşəng zərif bir dırnaqlar, yəni lap o qədər zərif deyil. İndi burada qəşəng açıq tonlarda göstərir, amma həqiqətən də çox bir tonu var da, yəni bunun. Heç xoşum gəlmədi. Nəysə, yeni rəngi almaq istəyirəm. O bir dırnağıma da baxın da, baş barmağı elə bir yemişəm mən. Nəysə, biraz da dostlarımla gəzin dedim. Gəzirik. Və bir şəxsiyyət mənə dedi ki, mən də çək öz videolarına, mən də oğa belə indi onu çəkirəm. Burada da bu rolik sürür deyəsən, bəli, rolik sürəcək. Mən dedim, su tapancası ilə oynayayım. Qardaşımındır, gözündən bax, görünür. Və biraz ağaca atmaq istəyirəm. Alınmır təbii ki. Alındıra bilmirəm neyəsə mən ağaca atmaqı. Və sonra divara atmaq istəyirəm. Orada minnət bir deşik var, orada atmaq istəyirdim. O da alınmadı və qayıtdım, gəldim. Dostlar, bu arada sizdən bir xahişim var ki, like atın, abunə olun. Və belə vlogların davamı üçün like. Nəysə, biraz daha gəzirim. Sonra axşam evə çıxdım və bunu yedim. Çox gözəl idi. Bu ətin adı bilmirəm nədir, amma qəşəngdir. Bir də belə bir limonat var idi. Anam qayırmışdı. Çox gözəl dadırdı. Bu istəkanla da yəni hamının evində 100% var da. Sonra getdim biraz gəzdim, mağazadan bunu aldım. Onu seçmədim çünki zaryadkam yox idi. Bunu aldım. Çox gözəldir. Bura duş teriyalar falan yığmaq üçün əla bir trapdır yəni. Çox gözəldir və belə bir mexanizması var. Mən də bilmədim nədir, nəysə. Sonra belə tutub, yəni hardasa aparmaq üçün çox gözəl əla seçimdir məncə. Bura falan qəşəng duş teriyalarını qoyacağım. Burada həmçinin çox geniş olması üçün mən çox sevmişdim. Belə bir makyaj malzeməsi sumkası, sonra belə bir aynalıdır və bunu mən əl sumkası adı ilə almışam, yəni mən elə satım. Amma sən demək, məktəb üçün sumkaymış və çox gözəl sumkadır yəni. O sumkadır yəni bir sumkadır. Sonra özümə olmayan şey aldıqdan sonra qardaşıma da bir belə mini sumka aldım, gəzintiyə falan getmək üçün. Çox gözəl.